Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Rasulina Muhammedin və ala alihi və sahbihi əcma'in, əmə ba'd. İlk öncə hamısı Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bugünkü dərsimiz İmam Əhməd rahiməhullahın, əhl-i sünnənin imamı, hədis əhlinin imamı, əhl-i sünnənin imamı, İmam Əhməd İbn Həmbəl rahiməhullahın Usul-ü Sünnə risaləsindən səhv etmirəmsə 12-ci dərsdir. Və İmam Əhməd bundan qabaqki qaydada sünnənin əsaslarından, yəni etiqad edilməsi zəruri olan, vacib olan əsaslardan biri kimi qədərə imanı qeyd edir. Və ondan sonra Allahın kəlamı Qur'an barədə danışır. Və buyurur ki, وَالْقُرْآنُ كَلَامُ اللّٰهِ وَلَيْسَ بِمَخْلُقٍ. Qur'an Allahın kəlamıdır və məxluq deyil. İmam Əhməd rahiməhullah sözünə bu kəlmə ilə başlayır ki, Allahın kitabı Qur'an, Qur'an-ı Kərim Allahın kəlamıdır. Və nə üçün İmam Əhməd bu qaydanı zikr edir? Yəni, Allah subhanahu və teala'nın başqa sifətləri də var. Məsələn, Allahın eşitməsi, Allahın görməsi, Allahın ərşinə istava etməsi, Allahın nuzul sifəti və s. bu kimi sifətlər. Lakin İmam Əhməd bu risalədə o sifətlərdən nəyisə qeyd etmir. Qeyd etdiyi sifət Allah Azza və Cəllənin sifətlərindən məhz kəlam sifətidir. Və burada da məqsəd var. Məqsəd budur ki, çünki bu mövzu həm İmam Əhməd rahiməhullahın zamanında, həm ondan qabaq və həm də ondan sonra böyük fitnələrə səbəb olan bir mövzu olub. Həmçinin bu mövzu sünnət əhli ilə bidət əhlini ayıran meyarlardan olub. Hətta bəzi alimlər deyiblər ki, əqidə elmi, təvhid elmi deyiləndə məhz bu nəzərdə tutulur. Yəni, Allahın kəlamı, Allahın kəlam sifəti və ya Qur'anın Allahın kəlamı olması mövzusunu elə əzəmətləndiriblər ki, hətta deyiblər ki, əqidə bundan ibarətdir. Yəni, kiminsə sələfin əqidəsində olub-olmamasını bu mövzu ilə təyin ediblər. Və Allah Azza və Cəllənin sifətləri iki növdür. Var zatı sifətlər, var feyli sifətlər. Feyli sifətlər o sifətlərdir ki, o sifətlər Allah Subhanahu və Teala'nın məşiyyətinə bağlıdır. Yəni, istəyinə bağlıdır. Allah Azza və Cəllə istəyəndə edir. Lakin zatı sifətlər belə deyil. Zatı sifətlər Allahın istəyinə bağlı deyil. Allahın zatı ilə qaim olan sifətlərdir. Məsələn, qüdrət sifəti, elm sifəti, Allahın zatı sifətləridir. Allahın əli, üzü, Allahın zatı sifətləridir və Allah Subhanahu və Teala'nın zatı ilə qaim olan sifətlərdir. Yəni, Allah Azza və Cəllənin istəyinə bağlı deyil. Amma elə sifətlər var, onlara deyirlər feyli sifətlər. O sifətlər Allah Azza və Cəllənin istəyinə bağlıdır. Daha yaxşı anlamaq üçün, məsələn, misal deyək, Allahın uluv sifəti və Allahın istava sifəti. Bu iki sifət arasında olan fərq nədir? Uluv sifəti, yəni Allahın ucada olması, ucalıq sifəti Allahın zatı ilə qaim olan bir sifətdir. Daima Allah Subhanahu və Teala bu sifət ilə vəsflənəndir. Yəni, Allahın istəyinə bağlı deyil. Uluv sifəti, yəni Allahın ucada olması, bu Allahın zatı sifətidir, yoxsa feyli? Allahın zatı sifətidir. Amma fikir verin, Allahın ərşə istava etməsi, bu feyli sifətdir. Yəni, uluv sifəti ilə istava sifəti arasında fərq var. Çünki istava feyli sifəti və Allahın istəyinə bağlıdır. Huvəl-ləzi xaləqəs səməvati vəl-arda fi sittəti əyyəmin thumma istava aləl-arş.
O Allah hansı ki göyləri və yeri 6 gündə yaradandan sonra ərşə istava etdi. Yəni vaxt var idi, ərş yox idi. Düzdür? Vaxt var idi, ərş yox idi. Lakin Allahın uluf sifəti var idi. Deməli, bu Allahın zatı sifətidir. Amma istava sifəti isə Allahın feili sifətidir və istəyinə bağlıdır. Həmçinin nuzul sifəti də. İndi sual budur ki, bugünkü dərsin mövzusu və İmam Əhməd rahiməhullahın qayda olaraq zikirlədiyi Vəl-Qur'anu kəlamullah, Qur'an Allahın kəlamıdır. Allahın kəlam sifəti, Allahın zatı sifətidir, yoxsa feili sifəti? Zatı sifəti. Çünki istədiyi danışılır. Bu zatı sifəti oldu, yoxsa feili? Kəlam sifəti həm zatı sifəti, həm də feili. Əsli etibarı ilə kəlam sifəti zatı sifətdir. Yəni Allahın zatı ilə qaim olan bir sifətdir. Allah subhanahu və teala məxluqatını xəlq etməmişdən öncə də bu sifət ilə muttasif idi. Yəni kəlam sifəti əsli etibarı ilə zatı sifətdir. Amma sonradan danışılması, məsələn, Allah Azza və Cəllənin Musa aleyhissalamla danışması, Rasullarına xitab etməsi, Adəm aleyhissalamla danışması, bunlar həmin ana görə nədir? Feili sifətlərdir. Çünki Allah Azza və Cəllənin istəyinə bağlıdır. İstəyəndə danışır. Bəli. Allah subhanahu və teala istəyəndə danışır, istədiyi kimi danışır və danışması onun məşiyyətinə, istəyinə bağlıdır və Allahın danışması səsdən ibarət bir kəlamdır. Allahın kəlamı səsdən ibarət kəlamdır. Elə bir kəlam ki, qul onu eşidir. Və bu mövzu elə bir mövzudur ki, bidət əhli içərisində bu mövzu ilə əlaqəli, yəni Allah Azza və Cəllənin kəlam sifəti ilə əlaqəli ona yaxın rəy var. İbn-i Qeym rəhməhullah Səva'iqul Mursələ kitabında 7-sini zikr edir. İbn-i Əbil-İz rəhməhullah Tahavinin şərhində 2-sini də əlavə edir, 9 dənə rəy zikr edir. Hansılar ki, əşarilər belə deyiblər, Mu'təzilə belə, Cəhmilər belə, Kərramilər belə, Rafisilər, yəni hər firqə bir cür şərh edib. Və baxırsan ki, Allahın kəlam sifətinə sələfin etiqad etdiyi kimi etiqad edən hədis əhlindən, sünnət əhlindən başqa bir tayfa yoxdur. Və kəlam, yəni Qur'an məcazi olaraq yox, həqiqi olaraq Allahın kəlamıdır. Çünki bəzi firqələr olub, onlar deyiblər ki, bəli, biz deyirik Qur'an Allahın kəlamıdır. Deyiblər ki, məsələn, İmam Əhməd nə deyir? Deyir ki, Vəl-Qur'an kəlamullah. Qur'an Allahın kəlamıdır. Bidət əhli gəlir, Rafizi, Mu'təzili, Cəhmi. Deyir ki, biz də deyirik ki, Vəl-Qur'an kəlamullah. Qur'an Allahın kəlamıdır. Yəni, bugün sən gedib bir Rafizidən soruşsan və başqa bidətçidən soruşsan ki, Qur'an Allahın kəlamıdır ya yox? Deyəcəklər, Qur'an Allahın kəlamıdır. O zaman sünnət əhli ilə bidət əhli arasında olan fərq nədir? Onlar deyəndə ki, Qur'an Allahın kəlamıdır, yəni məcazi mənada, həqiqi mənada demirlər. Necə ki, biz deyirik, Nəqatullah, Allahın dəvəsi, Seyfullah, Allahın qılıncı, Beytullah, Allahın evi, Kəlamullah, Allahın kəlamı. Yəni məcazi mənada. Eyni şeydir. Həqiqi mənada yox. Necə ki, deyirlər, Nəqatullah, Allahın dəvəsi, Salih əleyhissalamın dəvəsi, Nəqatullah, Allahın dişi dəvəsi, dəvə məxluqdur. Beytullah, Allahın evi, bu evlər məxluqdur. Seyfullah, Allahın qılıncı, Əsədullah, Allahın şiri, aslan, qılınc, bunlar hamısı məxluqdur. Kəlamullah, Allahın kəlamı, yəni bu mənada. Allahın həqiqi sifəti yox, məcazi mənada. Yəni Allahın kəlamı, bu kəlam məxluqdur. Sadəcə olaraq o dəvə şərəfləndirmək üçün, o dəvəni ucaltmaq üçün o dəvə izafə edilib Allaha. Allaha aid edilib. Deyilib ki, Allahın dəvəsi. Kəbə izafə edilib Allaha. Deyilib Allahın evi və ya ruhullah, Allahın ruhu.
Yəni bunların Allaha izafə edilməsi, Allaha aid edilməsində məqsəd nədir? Həmin məxluqu şərəfləndirmək. Allah subhanahu və teala buyurur: "Və ibadur rahman." Rəhmanın qulları. Abdullah, Allahın qulu. Bu qul kimə izafə edildi? Allaha. Bu məxluqdur. Allahın sifəti deyil. Lakin Allaha izafə edildi nə üçün? Şərəfləndirmək üçün. Və deyiblər ki, kəlamullah, Quran Allahın kəlamıdır. Bu kəlamı şərəfləndirmək üçün. Yoxsa bu kəlam Allahın sifəti deyil. Və Allahın kəlam sifəti deyə bir sifəti yoxdur. Sadəcə olaraq bu kəlamı, Qur'anı şərəfləndirmək üçün bu məxluqa deyiblər ki, kəlamullah. Aydındır? Bəli. Yəni fərq var. Göynə yer qədər, yəni arada fərq var. Əhl-Sünnə kəlam sifətini Allahın həqiqi sifəti olaraq isbat edirlər. Necə ki Allah subhanahu wa ta'ala buyurur ki: "Və in ahadun minəl müşrikin istəcaraka fəəcirhu hatta yesma'a kalamallah." Müşriklərdən birisi səndən aman istəsələr, ona aman ver, hətta Allahın kəlamını eşitsin. Hatta yesma'a kalamallah. Hətta Allahın kəlamını eşitsin. Və biz dedik ki, bu kəlam yəni Allahın məşiyyətinə bağlıdır. Allah subhanahu və teala'nın istəyinə bağlıdır. Allah istəyəndə danışır. Necə ki Allah subhanahu və teala buyurur ki: "Vələmmə cəə Musa limiqatina və kəlləməhu rabbuh." Musa bizim təyin etdiyimiz yerə gəldikdə Rəbbi onunla danışdı. Fikir verin. Allah subhanahu və teala özünün Musa ilə danışmasını nəyə bağladı? وَلَمَّا جَاءَ مُوسَى لِمِيقَاتِنَا. Musa bizim təyin etdiyimiz yerə gəldikdə. Yəni وَكَلَّمَهُ رَبُّهُ və Rəbbi onunla danışdı. Allah subhanahu və teala Musa ilə hansı kəlamla ki danışdı, Musanı yaratmamışdan öncə, kainatı yaratmamışdan öncə o kəlamı deyib dururdu. Yox. Onu demirdi, amma danışmaq. Və lakin Musa gələndə Allahın təyin etdiyi yerə gəldikdə Rəbbi onunla danışdı. Deməli, bu ayə dəlildir ki, Allah subhanahu və teala'nın danışması Allahın istəyinə bağlıdır. Həmçinin bu danışıq səsdən ibarətdir. Çünki Musa Allahın səsini eşitdi. Və Uca Allah buyurur ki: وَنَادَيْنَاهُ مِنْ جَانِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ جَنِيَّ. Biz ona Tur dağının sağ tərəfindən səsləndik. Fikir verin. وَنَادَيْنَاهُ. Biz ona Tur dağının sağ tərəfindən nida etdik, səsləndik. وَقَرَّبْنَاهُ جَنِيَّ. Və alçaqdan fısıldaşacaq, yəni fısıldaşaraq danışacaq bir formada onu özümüzə yaxınlaşdırdıq. Yəni fısıldayıb danışan adam necə danışacaq adama yaxınlaşıb danışır? Pıçıltıyla. Musanı özümüzə bu cür yaxınlaşdırdıq. Və Tur dağının sağından ona səsləndik. Yəni bu ayədə bir çox bidət əhlinə rədd var. Çünki bidət əhlindən bəziləri deyirlər ki, Allah həmin kəlamı Musanın nəfsində xəlq etdi. Yox. Yəni bütün bidət əhli demək olar bu kəlamın yaradılmasında ittifaq edib. Yəni deyiblər ki, kəlam məxluqdur. Yəni Allah o kəlamı yaradıb və Allahın yaratdığı o kəlamı Musa eşidib. Yəni həqiqi olaraq Allah danışmayıb. Və onlardan bəzilər, və lakin o forma nə cür olub, bunda ixtilaf ediblər. Bəzilər deyiblər ki, Allah subhanahu və teala bu kəlamı Musanın nəfsində yaradıb. Allah subhanahu və teala buyurur ki, وَنَادَيْنَاهُ. Biz ona səsləndik, hardan? Tur dağının sağından. Yəni Musa əleyhissalam bu səsi bir yerdən eşidib. Yəni bu səs bir yerdən gəlib. Aydındır. Yəni bu ayələrdə bidət əhlinin əqidəsinə bu məsələ ilə əlaqəli bir neçə yöndən rədd var. Və fikir verin, İmam Əhməd rahiməhullah "Vəl-Qur'an kəlamullah" deyib bununla durmadı. Yəni Quran Allahın kəlamıdır, bunu deyib durmadı. Çünki məqam bu məqam deyil. Məqam daha çox izah gətirmək,
təfsilat vermək məqamıdır. Çünki İmam Əhməd rahiməhullah bunu deyib dursaydı, onunla digər bidət əhli arasında fərq olmazdı. Bugün sən çıx çölə, de ki, Quran Allahın kəlamıdır, səni heç bir bidət əhli inkar etməz bu kəlməvə görə. Ancaq desən ki, وَلَيْسَ بِمَخْلُقْ və məxluq deyil, bu məqamda səni inkar edəcəklər. Və İmam Əhməd rahiməhullah da belə deyir. Deyir ki, Quran Allahın kəlamıdır, وَلَيْسَ بِمَخْلُقْ və məxluq deyil. Sual budur ki, bu əlavəni və ya bu izahı gətirmək labüddür, bəzi məqamlarda bəli. Biz belə ümumən baxsaq, əsli etibarı ilə görərik ki, sələf bu kəlməni işlətməyib. Sələf yəni sahabə zamanında, hətta tabiin zamanında demək olar ki, bu kəlmə məruf olmayıb, bilinməyib. Yəni, məsələn, sahabələr, tabiinlər deməyiblər ki, Quran məxluq deyil. Yəni, وَلَيْسَ بِمَخْلُقْ məxluq deyil kəlməsi sahabələrin zamanında məlum olan bir kəlmə deyildi. Yəni, hansısa sahabə və ya hansısa tabiin desin ki, Quran Allahın kəlamıdır və sonra əlavə etsin ki, və məxluq deyil. Belə bir ibarə olmayıb. Belə bir termin olmayıb. Nə üçün? Çünki buna ehtiyac olmayıb. Necə ki, sələflər deyərdilər ki, Allah ərşin fövqündədir. Allah gecənin son 1/3-də yer üzünün səmasına enir. Belə deyirdilər və keçirdilər. Lakin sonralar bidət əhlindən bəzi firqələr ortaya çıxır və deyirlər ki, biz də deyirik, Allah ərşindədir. Və biz də deyirik, Allah yer üzünün səmasına enir. Və lakin qəsdləri həqiqi olaraq Allahın ərşinin fövqündə olduğunu və Allahın yer üzünün səmasına endiyini ispat etmək deyildi. Onlar deyəndə ki, Allah ərşinin fövqündədir, zehinlərində onu nəzərdə tuturdular ki, yəni öz qəhri ilə, öz hökmü ilə, yəni hər şey onun hökmünün altındadır. Yəni, öz hökmü ilə hər şeyin üstündədir. Onlar deyəndə ki, Allah yer üzünün səmasına enir, yəni onu nəzərdə tuturdular ki, öz rəhməti ilə, öz məğfirəti ilə və s. və ilə axır. Və bunu iptal etməkdən ötürü, bunu dağıtmaqdan ötürü Əhlüsünnə vəl-cəmaə nəyi əlavə etdi? Bizətihi kəlməsini. Dedilər ki, Allah ərşinin fövqündədir, Allah gecənin son 1/3-də yer üzünün səmasına enir bizətihi, öz zatı ilə. Və lakin əsli etibarı ilə baxsaq, bu əlavəyə ehtiyac yoxdur. Yəni, məsələn, biz desək ki, Muhammed gəlir, ehtiyac varmı ki, deyək zatı ilə? Yəni, Muhammed gəlir, aydındır. Yəni, Muhammed gəlir, yəni Muhammedin özü gəlir. Və lakin bidət əhli bu cür əlavələr etdiyinə görə, bu cür hilələr etdiyinə görə, o hilələri aradan qaldırmaq üçün, dağıtmaq üçün Əhlüsünnə bu əlavəni etdi. Hətta insanlar çaşmasın deyə, bidət əhlinin hiləsinə düşməsin deyə. Lakin əsli etibarı ilə bu kəlməyə ehtiyac yoxdur. Və sələf belə işlətməyib. Yəni, deyəndə ki, Allah ərşinin fövqündədir, aydındır. Allah yer üzünün səmasına enir, aydındır. Və lakin aydın olmayan məqamda, yerdə sənə vacibdir ki, bunu aydın edəsən və təfsilat gətirəsən. Və bu məqam da həmin məqamdır. Yoxsa əsli etibarı ilə kimsə desə ki, Əl-Qur'an-ı kəlamullah, Qur'an Allahın kəlamıdır, bu kifayətdir. Və lakin bu məqam o məqam deyil. Çünki bidət əhli deyirdilər, Qur'an Allahın kəlamıdır. Bayaq dediyim kimi. Yəni, Qur'an Allahın kəlamıdır, Kəbə Allahın evidir. Salihin dəvəsi Allahın dəvəsidir. Yəni, məxluqdur, Allaha izafə edilib şərəfləndirmək üçün. Qur'an məxluqdur, həqiqi mənada Allahın kəlamı deyil. Şərəfləndirmək üçün izafə edilib Allaha və deyilib ki, kəlamullah, Allahın kəlamı. Bunu iptal etmək üçün İmam Əhməd rahiməhullah deyir ki, وَلَيْسَ بِمَخْلُقْ və məxluq deyil. Bu eyni ilə nəyə oxşuyur? Sahabələr barədə danışmaq. Əsli etibarı ilə icazəli deyil. Yəni, sahabələr arasında olan münaqişə, fitnələr barəsində danışmaq
əsli etibarı ilə icazəli deyil. Və lakin bidət əhli danışdığına görə biz məcbur oluruq danışaq. Yəni, bidət əhli danışdığı məqamda bu barədə susmağın özü fitnədir. Və lakin əsli etibarı ilə, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَإِذَا ذُكِرَ أَصْحَابِ فَأَمْسِكُوا Mənim əshabım sizin yanınızda zikr olundu mu, dilinizi tutun. Yəni, əsli etibarı ilə icazəli deyil ki, kimsə Cəməl döyüşü barəsində, Sıffeyn döyüşü barəsində və sahabələr arasında olan fitnələr barəsində danışa. Necə ki, İmam Əz-Zəhəbi rahiməhullah deyir. Və lakin bidət əhli danışdığına görə biz danışırıq. Çünki bidət əhlinin danışdığı məqamda rafizlər gecə-gündüz danışırlar. 10 əsrdən artıqdır danışırlar. Və bu məqamda sənin susmağın fitnədir. Bu məqamda sənin susmağın insanların azmasına səbəbdir. Və bu məqam da o məqamdır ki, Quran Allahın kəlamıdır deyib durmaq kifayət etmir. Sənə vacibdir. Müstəhəb yox. Sənə vacibdir deyəsən ki, vəleysə bi məxluq və məxluq deyil. Hətta sələf bunu deməyənləri bu məqamda ittiham edib. İnsanlar olub deyiblər ki, Quran Allahın kəlamıdır. Deməyiblər və məxluq deyib. Sələf onları ittiham edib bidətçilikdə. Hiyləgərlikdə ittiham ediblər. Niyə? Çünki qorxmursansa, çəkinmirsənsə, sən deməlisən ki, vəleysə bi məxluq və məxluq deyil. Ona görə İmam Əhməd rahiməhullah sözünün davamında deyir ki, وَلَا يَدْعُفُ أَنْ يَقُولَ لَيْسَ بِمَخْلُقٍ Yəni, əhl-i sünnədən heç kəs Quran məxluq deyil deməkdə zəiflik göstərməz. Yəni, bu məsələdə zəiflik göstərmək icazəli deyil. Yəni, gərək deyəsən ki, Quran məxluq deyil. Ümumiyyətlə, bu məsələ dərsin əvvəlində zikr etdiyim kimi əhl-i sünnə ilə bidət əhli arasında olan böyük münaqişələrdən birisidir. Böyük münaqişələrdən birisidir. Və ilk dəfə bu fitnəni bu ümmətdə ortaya çıxaran və ilk dəfə Quran məxluqdur deyən və Allahın kəlam sifətini inkar edən Cəd ibn Dirhəm olub. Və Cəd ibn Dirhəm özü həyatına baxanda görürsən ki, normal mühitdə böyüməyib. Nəsranilərin, Yahudilərin, əhl-i kitabın, fəlsəfə əhlinin yaşadığı məntəqədə böyüyüb. Yəni, belə bir mühitdə yetişən adamdır. Və həmçinin Mu'təzilənin qurucusu Vasil ibn Atanın bəzi tələbələri ilə görüşüb. İbn Ələ Əs-Süləmi Vasil ibn Atanın tələbələrindəndir, onunla dostluğu olub. Yəni, Cəd ibn Dirhəm əslində birbaşa olmasa da dolayısı yoluna Mu'təzilə məzhəbinin qurucusu olan Vasil ibn Atadan təsirlənənlərdən birisidir. Və ilk dəfə, yəni açıq şəkildə Qur'anın məxluq olduğunu deyən və buna dəvət edən adam olub. Cəd ibn Dirhəm. Və sonra, və onu da Hişəm ibn Abdülməlkin xilafəti zamanında, hicrətin 119-cu ilində deməli, Xalid ibn Abdullah Əl-Qasri adında vali edam edir. Bayram, Qurban bayramı günündə çıxır minbərə, bayram xütbəsini oxuyur və cəmaata deyir ki, hər kəs öz qurbanını kəssin və mənim də qurbanım Cəd ibn Dirhəmdir və minbərdən düşür və başını üzür. Çünki o vaxtı bu əqidə yad idi. Bir insan çıxa və deyə ki, Quran Allahın kəlamı deyil. Və necə sələflərdən birisi deyir ki, Allah Xalid ibn Abdullah Əl-Qasrinin qurbanını qəbul etsin, nə əzəmətli qurbandır.
Cəd ibn Dirhəmi edam edir. Və sonra ondan bu əqidəni Cəhm ibn Safvan götürür. Cəhmiyyə məzhəbinin qurucusu. Və sonra da Bişr əl-Mərisi və bu fitnə daha çox böyüyür İmam Əhmədin zamanında. Çünki xəlifə Mə'mun bu əqidəni qəbul edir. O da Əhməd ibn Əbi Duad adında bir bidətçi olur. Ona deyirlər Əhmədül Bid'a. Yəni bir var Əhmədül Sünnə, bir var Əhmədül Bid'a. Bidət əhlinin Əhmədi, bir də sünnət əhlinin Əhmədi. Hər ikisi də eyni zamanda yaşayıb. Əhmədül Sünnə İmam Əhməd ibn Həmbəl rahiməhullah. Əhmədül Bid'a da bu Əhməd ibn Əbi Duad. Və bu Mə'munun sarayına gəlib gedənlərdən olur. Və Mə'munla xəlifə ilə yaxınlığı olur. Və elə olur ki, bu əqidəni xəlifəyə Mə'muna qəbul elətdirir. Və bununla böyük fitnə yayılır. Təsəvvür edin, dövlət səviyyəsində, xilafətdə Mu'təzilənin əqidəsi təbliğ olunur. Və insanlardan, xüsusən də insanların önündə olan alimlərdən tələb olunur ki, desinlər ki, Qur'an məxluqdur. Və insanlar, alimlər bununla imtihan olunurlar. Və bu İmam Əhməd rahiməllahın zamanında olur. Böyük fitnə olur. Və nə qədər alimlər bu fitnə ilə imtihan olunurlar. Və bu fitnədə həbs olunub nə qədər şəhid olan alimlər olur. İmam Əhməd ibn Həmbəl rahiməhullah ilə birlikdə həbs olan alimlər olur. Muhammed ibn Nuh, Nuaym ibn Həmməd, Buxarinin şeyxi, həmçinin Əhməd ibn Nasır kimi alimlər bu fitnədə şəhid olan alimlərdəndir. Və bəzi alimlər eşləndə ki, bu fitnə qalxır, hətta Qur'an məxluqdur deməsinlər, özlərini fitnədən qorusunlar deyənə qaçırlar. Yaşadıqları yeri tərk edirlər. Əbu Zür'a, Əbu Hatim Ər-Razi kimi alimlər. Və bəzi alimlər də təvillə, ikrah altında təvriyyə ilə deyirlər bunu. Muhammed ibn Sa'd kimi, o Təbəqat kitabının müəllifi. Bəzi alimlər Mə'munun qabağına çıxır və deyirlər ki, barmaqları ilə kitabları sayırlar. Deyirlər Tövrat, Zəbur, İncil, Qur'an, bunların hamısı məxluqdur. Və nəzərində tutur barmaqları. Yəni bu barmaqlar hamısı məxluqdur. Və lakin Mə'mun bunu bilmir. O nəyi nəzərdə tutur. Və təvriyyə ilə deyirlər. Və bəziləri ikrah altında, məsələn, Yəhyə ibn Ma'in, İmam Əhmədin tələbələri, daha doğrusu, İmam Əhmədin dostlarından, həmçinin Ali ibn Əl-Mədini, İmam Əhmədin şeyxlərindən ikrah altında, yəni ölüm həddinə çatır vəziyyət və məcbur olub deyirlər ki, Qur'an məxluqdur. Və buna görə İmam Əhməd bir müddət onlarla danışmır. Təsəvvür edin, Yəhyə ibn Ma'in İmam Əhmədin ən sadiq dostlarından olur. Əhl-Sünnə imamlarından olur. Ali ibn Əl-Mədini ümumiyyətlə İmam Əhmədin şeyxlərindəndir. Hətta onlar sonradan İmam Əhmədin yanına gələndə İmam Əhməd bir müddət ümumiyyətlə onlarla görüşməyə, onları evinə gəlməsinə icazə vermir. Və gəlib danışırlar və Ali Əl-Mədini rahiməhullah öz üzrünü gətirir. Deyir, biz fitnəyə məruz qaldıq və bu fitnədə sən qüvvətli oldun, biz zəiflədik. Məcbur olduq dedik. Baxmaq ki, əslində bu məqamda, yəni ikrah altında, ölüm qorxusu olan məqamda kiminsə küfr olan bir sözü, çünki Qur'an məxluqdur demək, bu əslində küfr sözdür. İnsanı dindən çıxaran və küfr olan bidət bir əqidədir. Və lakin ikrah altında bunun deyilməsi şərən icazəlidir. Və lakin İmam Əhməd orada nə deyir? Deyir, əgər bu fitnədə sən səbr etməsəydin, mən səbr etməsəydim, filankə səbr etməsəydi, bəs insanlar necə biləcəkdilər ki, haqq nədir? Yəni İmam Əhmədin razı olmadığı nə idi onlarla? Razı olmadığı o idi ki, bu məqam, o məqam deyil ki, çıxasan
təvil edəsən, deyəsən ki, Tövrat, Zəbul, İncir, Qur'an, bunların hamısı məxluqdur və nəzərdə tutasan barmaqlarını və ikrah altındayam deyə, öldürməsinlər məni deyə, çıxıb deyəsən ki, Qur'an məxluqdur, bu məqam o məqam deyil. Bu məqam hansı məqamdır? Yəni, səbr edəcəksən, öləcəksən, Muhammed ibn Nuh kimi, Əhməd ibn Nasr kimi. Və lakin haqqı deyəcəksən. Ona görə İmam Əhmədə gəlib Yəhyə bin Ma'in deyəndə ki, türmədə, deyəndə ki, sən də çıx, tövriyə et, yəni barmaqlarını nəzərdə tut və ya başqa bir şeylə, denən mə'muna, qoy incitməsinlər səni. Çünki türmədə əzab dalınca əzab və hər gündə şiddətləndirirdilər. Və qorxurdular ki, o birisi imamlar kimi İmam Əhmədi də öldürələr. Və lakin İmam Əhməd bütün təvillərdən, hər şeydən imtina edir. Və deyir ki, öldürsələr belə, Qur'an Allahın kəlamıdır və məxluq deyil kəlməsindən dönən deyiləm. Çünki bütün insanların gözü bunlarda idi. Ona görə sələflərdən bəzilər deyir ki, bu ümmət iki böyük fitnə ilə qarşılaşıb. Onlardan birincisi Abu Bakrın xilafətində olan riddə. Yəni insanların kütləvi şəkildə bədəvi ərəblərin dindən dönməsi və bir də İmam Əhmədin zamanında olan xalqul Qur'an fitnəsi. Və bu iki fitnədə birində Allah bu dini Abu Bakrla, ikincisində də Allah bu dini İmam Əhməd ilə izzətləndirdi. Və bu fitnədən sonra və bu fitnə Mə'mundan sonra qardaşı Mu'təzimin də zamanında davam edir. Sonra Vasiq gəlir, onun da zamanında davam edir. Ta ki, Mutavakkil gələnəcən. Və o da sünnəti, sünnət əhlini əzəmətləndirən xəlifələrdən olur və onun xilafətində bu fitnə bitir və İmam Əhməd bu fitnədən üzü ağ çıxır və ondan sonra hansı bir bidət əhli bidətindən dönərdisə, tövbə edərdisə, deyərdi ki, mən dönürəm İmam Əhmədin əqidəsinə. Və lakin İmam Əhmədin özünə xas əqidəsi yox idi. Və belə bir əqidə yox idi ki, deyəsən ki, İmam Əhmədin əqidəsi. Bu Rasul sallallahu aleyhi və səlləmin əqidəsi idi. Abu Bakrın, Ömərin, Osmanın, Əlinin, sahabə və tabiinlərin əqidəsi idi. Və lakin bu cür böyük fitnədə sabit qaldığına görə sələfin əqidəsi başlanıldı nisbət edilməyə İmam Əhmədə. Və ona görə bidət əhlindən tövbə edənlər tövbəsini belə elan edirdi ki, hətta çaşqınlıq olmasın deyə. Deyirdilər ki, mən dönürəm İmam Əhmədin əqidəsinə. Ona görə Əbul Həsən Əl-Əşari tövbə edəndə minbərdə əbasını soyunur və deyir, bu vaxtacan etiqad etdiyim bütün əqidəmi üzərimdən çıxarıram. Bu əbamı çıxardığım kimi. Və dönürəm hədis əhlinin imamı Əhməd ibn Həmbəl rahiməhullahın əqidəsinə. Yəni sələfin əqidəsinə. Və bu cür tövbələrini elan edirdilər. Və sonra İmam Əhməd rahiməhullah deyir ki, فَإِنَّ كَلَامَ اللّٰهِ لَيْسَ بِبَائِنٍ مِنْهِ وَلَيْسَ مِنْهُ شَيْءٌ مَخْلُوق. Həqiqətən Allahın kəlamı ondan ayrı bir şey deyil. Yəni bidət əhli deyən kimi, yəni Allah bir kəlamı yaradıb və kəlam olub məxluq, Allah Musa ilə hansı kəlmələrlə danışmaq istəyirdisə, o sözləri, yəni bir havada, hardasa yaratdı, bir məxluq kimi və Allahın yaratdığı o məxluqu, o kəlamı Musa eşitdi. Yəni bu kəlam Allahdan ayrı bir şeydir. İmam Əhməd rahiməhullah deyir ki, فَإِنَّ كَلَامَ اللّٰهِ لَيْسَ بِبَائِنٍ مِنْهِ. Həqiqətən də Allahın kəlamı ondan ayrı deyil. Çünki kəlam Allahın sifətidir və Allahın sifəti məxluq deyil ki, ondan ayrı olsun. Ona görə deyir ki, وَلَيْسَ مِنْهُ شَيْءٌ مَخْلُقٌ. Çünki ondan olan bir şey, yəni Allahın sifətlərindən olan bir şey məxluq ola bilməz. وَإِيَّاكَ وَمُنَاظَرَةَ مَنْ أَحْدَثَ فِيهِ. Və bu barədə insanların sonradan uydurduqları hər bir məsələ barəsində munazara, münaqişə etməkdən çəkin. وَمَنْ قَالَ بِاللَّفْظِ وَغَيْرِهِ وَمَنْ وَقَفَ فِيهِ
fəqal, لا أدري مخلوق أو ليس بمخلوق وإنما هو كلام الله فهذا صاحب بدعة مثل من قال هو مخلوق. Və kim ki desə ki mənim Qur'an qirayətim, ləfsim məxluqdur və mən qalə bil-ləfzi və qeyrihi, kimsə ləfsi desə və mən vaqafa fih və ya kimsə bu məsələdə dursa, yəni iki şey zikr edir İmam Əhməd. Bir, ləfsi, izah edəcəm nə? Bir də tavaqqufu. İki bidəti zikr edir, ayrı-ayrılıqda. Hər ikisi ayrı-ayrı şeylərdir. Birinci deyir ki, kim ləfsi desə və ya kimsə bu məsələdə tavaqquf etsə, dursa, desə ki, bilmirəm, o məxluqdur, yoxsa məxluq deyil. Deyirəm ki, yalnız o Allahın kəlamıdır. Yəni, deyirəm o Allahın kəlamıdır, amma demirəm o məxluq deyil. Tavaqquf edirəm, dururam. Deyirəm o Allahın kəlamıdır, amma bilmirəm, məxluq deyə yox. Yəni, kim tavaqquf eləsə, dursa və ya kim desə ki, mənim Qur'an qirayətim, ləfsim, Qur'anla olan tələffüzüm məxluqdur, bunların hər ikisini də deyən, elə Qur'an məxluqdur deyən kəs kimi bidət əhlidir. Fərqi yoxdur. İmam Əhməd rahimallah deyir ki, o kəs ki, ya tavaqquf eləsə, ya desə ki, mənim Qur'an tələffüzüm məxluqdur və ya desə ki, bilmirəm, deyirəm Allahın kəlamıdır və lakin məxluqdur, ya məxluq deyil, bilmirəm. Və demirəm də məxluqdur. Bunu da demirəm. Hər iki halda belə də deyən, eyni ilə Qur'an məxluqdur deyən kəs kimi bidət əhlidir. Yəni, mütləq deməlisən ki, Qur'an Allahın kəlamıdır və bilmirəm məxluqdur ya yox, heç nə keçmir. Və deməlisən ki, və Qur'an məxluq deyil. Bunu deməlisən. Deməsən, hətta məxluqdur deməsən belə, məxluqdur deyən kimi bidət əhlisən. Çünki sənə vacibdir ki, deyəsən ki, məxluq deyil. Aydın oldu? Aydın. Və bu ləfs məsələsi, yəni demək ki, mənim səsim. Ləfzi bil-Qur'ani məxluq. Ləfzi bil-Qur'ani məxluq. Yəni, mənim Qur'anla olan tələffüzüm və ya Qur'an qirayətim məxluqdur. Buna deyirlər əl-ləfziyyə firqəsi. Bu fitnəyə məruz qalanlardan birisi kim olub? İmam Buxari rahiməhullah. O zaman ki, biri gəlib bu barədə İmam Buxarini imtihan edir. O da nə üçün? Çünki əslində İmam Buxari deməyib ki, mənim Qur'an ləfsim məxluqdur. Belə bir söz deməyib. İmam Əhməd deyib ki, və əf'alul ibadi məxluqa. Qulların əməlləri məxluqdur. Bundan qabaqki dərsdə keçdik. Qədər mövzusunda. Qulun əməli məxluqdur ya yox? Qulun əməli Allahın istəyi ilə olmur. Qulun əməli Allahın yaratması ilə olmur. Deməli, qulun əməli məxluqdur ya yox? İmam Buxari rahiməhullahın dediyi budur. Əf'alul ibadi məxluqa. Qulların əməlləri nədir? Məxluqdur. Bunu eşidən nə başa düşür? Çünki Qur'an oxuyan, o Qur'an oxumaq ki var, bu feil, bu icra, bu özü qulun əməlidir ya yox? Əməlidir. Deməli, məxluqdur. Deməli, İmam Buxari dedi ki, mənim Qur'an qirayətim məxluqdur. Görün, nədən nəyi çıxartdılar? Ona görə biri gəlib, İmam Buxariyə cəmaatın içərisində bu sualı verəndə, İmam Buxari rahiməhullah cavab vermək istəmir. Bir dəfə, iki dəfə və imam da cəmaatın içərisində olur və sual verəndə təkid edir. Təkid nə soruşur? Və sonra İmam Buxari rahiməhullah deyir ki, vəl-Qur'an kəlamullah.
Quran Allahın kəlamıdır. Və leysə bi məxluq. Və məxluq deyil. Bunu da deyir. Və əf'alul ibadi məxluqa. Və qulların əməlləri isə məxluqdur. Və bu məsələdə bu cür imtihan etmək isə bidətdir. Və bu, fikir verin, bugün belə insanlar da var. İmam Buxarinin dediyi sözün özünü götürmürlər. Hansı ki, İmam Buxari açıq aydın deyir, Quran Allahın kəlamıdır və məxluq deyil. Yəni, kəlamıdır deyib durmur. Məxluq deyildir. Və deyir, məxluq deyil. Yəni, sarih, açıq aydın İmam Buxarinin sözüdür. Sözün özünü götürmür. Ondan sonra dediyi söz ki var, və əf'alul ibadi məxluqa və qulların əməlləri isə məxluqdur. Bundan ləzimil qovl, yəni İmam Buxarinin bu sözündən bu çıxardıb, onu insanlar içərisində yayırlar. Və bu gəlir, bu xəbər çıxır İmam Buxarinin şeyxlərindən birisinə, Muhammed ibn Yahya, ibn Xalid, ibn Abdullah Əz-Zuhli. O zaman hədis əhlinin imamlarından birisi olur. Və İmam Buxarinin də şeyxlərindən olur. Və İmam Müslimin də. Və bu fitnəyə görə, yəni bu məsələyə görə, ləfs məsələsinə görə İmam Buxarini təbdi edir. Təfsilatlı şəkildə cərh edir. Və lakin İmam Zuhlinin təfsilatlı cərhi qəbul olunmur. Yəni, ümmət hədis əhlindən bir imamın təfsilatlı cərhini rədd edir. Qəbul etmir. Və hətta bir gün dərsində İmam Zuhli rahmehullah öz tələbələrinə deyir ki, kim məndən savayı Buxaridən də hədis dinləyirsə, mənim məclisimi tərk etsin. Yəni, İmam Zuhli demir ki, yalnız məni dinləyin. Sadəcə olaraq, o vaxt hədis əhli bir alimlə kifayətlənmirdi. Çünki İmam Zuhli, İmam Buxari eyni yerdə yaşayırdılar və alimlər həm İmam Buxaridən hədis dinləyirdilər, elm alırdılar, həm də İmam Zuhlidən. Və İmam Zuhli özü İmam Buxarinin şeyxlərindən olub. Və İmam Müslim də orada olur və tərk edir İmam Zuhlinin məclisini və evinə çatan kimi İmam Zuhlidən yazdığı bütün hədisləri onun özünə geri qaytarır. Və İmam Buxariyə qarşı olan hörmətinə görə. Və deyir ki, bundan sonra səndən eşitdiyim hədisləri nəql edən deyiləm. Və bildiyim qədərincə Sahih Müslimdə də İmam Müslim ibn Həccac rahimehullah İmam Muhammed ibn Yahya Əz-Zuhlidən heç bir şey nəql etməyib. Və lakin Buxar nəql edib. Buxar tərk etmir öz şeyxini. Bugün Sahih Buxarda da Muhammed ibn Yahya Əz-Zuhlidən İmam Buxarinin rəvayətləri var. Deyir ki, həddəthəni, lakin adını zikr etmir. Demir Muhammed ibn Yahya Əz-Zuhli. Ya deyir, həddəthəni Muhammed, ya deyir Muhammed ibn Xalid, babası, ya Muhammed ibn Xalid ibn Abdullah, yəni babasına nisbət edir. Çünki Muhammed ibn Yahya Əz-Zuhli adıyla məruf olur, tanınan adını qeydiləmir. Və lakin tərkiləmir. Buna görə onu tərkiləmir və bu fitnə o qədər böyüyür ki, İmam Buxarini, bu fitnəyə görə İmam Buxarini yaşadığı yerdən qovurlar. Məcbur olur, çıxır. Yaşadığı yeri insan, yaşadığı evini, eşiyini bu fitnəyə görə tərk edir. Və sonra Xalqu Əf'alil İbad adında kitab yazır. Və amma bu məsələyə gəldikdə, yəni burada biraz təfsilat var. Yəni ləfzi bil Qur'an məxluq, yəni mənim Qur'an qirayətim, Qur'anla olan tələffüzüm məxluqdur demək özü bidətdir. Və İmam Əhməd rahiməhullah burada deyir ki, وَمَنْ قَالَ بِاللَّفْظِ وَغَيْرِهِ Kim ləfsi desə, yəni desə ki, ləfzi bil Qur'an məxluq, kim desə ki, mənim Qur'anla olan tələffüzüm məxluqdur, o eyni ilə Qur'an məxluqdur deyən kimi bidət əhlindəndir. Səbəb nədir? Səbəb odur ki, o zaman bəziləri çıxır, hilə edərək
və insanları çaşdıraraq Quran məxluqdur əqidəsini bu cür yayırlar. Deyirlər ki, biz deyirik, Quran Allahın kəlamıdır, lakin mənim Quranla olan tələffüzüm məxluqdur. Və bu kəlmə altında öz əqidələrini yayırlar. Çünki bu kəlmə elə kəlmədir ki, iki ehtimalı var. İnsan deyəndə ki, ləfzi bil-Qur'ani məxluq, ləfzi, burada iki ehtimal var. Ya tələffüzü nəzərdə tutur, yəni Qur'anla olan tələffüzüm, əgər Qur'anla olan tələffüzünü, yəni öz nitqini, hansı ki insanın səsi, səs telləri, hərfləri, məxrəci, hansı ki bu insana aiddir, bunu nəzərdə tutursa bu məxluqdur. Doğru deyir. Lakin burada başqa ehtimal da var. O da nədir? Oxuduğu kəlamın, yəni məsələn, deyir ki, Elhamdülillahi Rabbil aləmin və deyir ki, mənim bu qirayətim məxluqdur və nəzərdə tutur bu kəlamı, Qur'anı və bu bidətdir. Və burada bu ehtimal olduğuna görə və bidət əhli bundan istifadə etdiyinə görə İmam Əhməd rahimehullah bu qapını nə edir? Bağlayır. Həmçinin vaqf məsələsi. Demək ki, mən deyirəm, Quran Allahın kəlamıdır, lakin demirəm o məxluq deyil və demirəm də ki, o məxluqdur. Susuram. Bu məsələdə dururam. Necə ki, bizdən qabaq sələflər durmuyor, sahabələr, tabiinlər deyiblər ki, Quran Allahın kəlamıdır və əlavə etməyiblər. Mən də deyirəm, Quran Allahın kəlamıdır və əlavə etmirəm. Dururam. İmam Əhməd deyir ki, belə deyən adam eyni ilə Quran məxluqdur deyən adam kimi sahibul bid'a, bidət əhlindəndir. Çünki bu məqam o məqam deyil. Yəni mütləq deməlisən ki, Quran Allahın kəlamıdır və məxluq deyil. Və sonra İmam Əhməd deyir ki, və innəmə huvə kəlamullah leysə bu məxluq. Çünki Quran Allahın kəlamıdır və məxluq deyil. Və bunun dəlillərindən qısa olaraq, çox uzatmayacağam, yəni Qur'anın Allahın kəlamı olması və bunun Allahın sifəti olması və məxluq olmaması. Allah subhanahu və teala buyurur ki, birinci bundan qabaq bir şey qeyd edeyim. Allah subhanahu və teala biz baxsaq Qur'ana, həmçinin Rasul sallallahu aleyhi və səlləmin hədislərinə, görərik ki, Allah öz kəlamında daima xəlqlə əmri bir-birindən ayırıb. Yəni, bir var Allahın yaratması, xəlq etməsi, bir də var Allahın əmr etməsi. Allahın əmr etməsi və Allahın kəlamıdır. Kun fəyəkun. Ol deyir, yəni ol əmrini verir, olur. Yəni, Allahın əmri, Allahın kəlamıdır. Allahın əmri, Allah bir şey əmr etməsi, Allahın hökmü, Allahın kəlamı. Bidət əhli iddia edir ki, bu məxluqdur. Amma biz baxırıq Qur'ana, görürük, yox. Qur'an xəlqlə, yəni Allahın əmr etməsi ilə Allahın yaratmasını bir-birindən ayırır. Uca Allah buyurur ki, Ələ ləhul xalqu vəl-əmr. Diqqət edin, bilin ki, yaratma da, əmr etmə də Allaha məxsusdur. Allah subhanahu və teala xəlqlə əmri bir-birindən ayırır. Yəni, bir şeyi yaratması, yaratmaq, bu da Allaha məxsusdur, əmr etmək də həmçinin. Uca Allah buyurur ki, fikir verin, İnnəmə əmruhu İzə əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Allah bir şeyi yaratmaq istədikdə ona əmri ol deməsidir və o da olur. Bidət əhlinə görə deməli Allah subhanahu və teala bir şeyi yaratmaq istədikdə ona əmr edir. Kun, ol, deyir, o da olur. Deməli, Allahın kəlamı onun əmridir. Əgər bu məxluq olsa, bu əmir məxluq olsa,
bu məxluqun yaradılması üçün də başqa bir əmrə ehtiyac var ya yoxdur? Var. O nə olacaq? Ona da ayrıca bir kun. O da məxluqdursa onun üçün də ayrıca bir. Bu da təsəlsüldür. Öbür gedəcək. Və bunu heç bir ağıl sahibi deyə bilməz. Aydın oldu yoxsa mı yox? Aydındır. Yəni, biz görürük ki, Allah subhanahu ta'ala buyurur ki, وَاِنَّمَا əmruhu اِذَا أَرَادَ شَيْئًا Allah bir şeyi yaratmaq istədikdə ona əmri yalnız ol deməsidir. Və o da olur. Allah'ın kəlamı oldu. Deməli, Allah subhanahu wa ta'alanın bir şeyi yaratmaq istədikdə ona ol deyir, o da olur. Bu ol əmri ki var, o kəlamdır ya yox. Bu kəlamdır. Deməli, Allah subhanahu wa ta'ala Musa əleyhissalam ilə danışmaq istədikdə bidət əhlinə görə Allah havada Bir şey yarattı. o səsləri, yəni Musanın eşidəcəyi o kəlamını etdi, yaratdı. Və bu da oldu məxluq. Yaxşı, onu yaratması üçün nə etdi? Çünki Allah subhanahu ta'ala buyurur ki, Allah bir şeyi yaratmaq istədikdə ona yalnız ol deyir və o da olur. İndi Allah bu kəlamı yaratması üçün Ol demədi. ona ol deməlidir ki, o da yaransın. Yaxşı, Allah ona dedi ol. Kun fəyəkun və o kəlam da oldu. Axı bu ol əmri özü də kəlamdır axı. Bəs bunu yaratması üçün nə eləməlidir? Bir dənə də kun, o da kəlamdır. Yəni Allahın əmri kəlamdır. Bu xəlq deyil. Allah subhanahu ta'ala ələ ləhul xalqu vəl əmr. Yaratma və əmr etmə Allaha məxsusdur. Allah subhanahu wa ta'ala yaratma ilə əmri bir-birindən ayırır. Açıq aydın ayədir. Ona görə demək ki, Qur'an Allahın kəlamı məxluqdur, bu Allahın kəlamını təksibdir, inkar etməkdir. Ona görə Qur'an məxluqdur demək sələfin icması ilə küfürdür. Allah subhanahu wa ta'ala buyurur ki, وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا Və həmçinin sənə öz əmrimizdən ruhu nazil etdik. Öz əmrimizdən kitabı. Həmçinin Allah subhanahu wa ta'ala buyurur ki, وَكَلَّمَ اللّٰهُ مُوسَى تَكْلِيمًا Allah Musa ilə sözlə danışdı. Allah subhanahu wa ta'ala desəydi ki, وَكَلَّمَ اللّٰهُ مُوسَى Allah Musa ilə danışdı. Bunu harasa yozmaq üçün, harasa təvil etmək üçün bir açıq yer var. وَكَلَّمَ اللّٰهُ مُوسَى Allah Musa ilə danışdı. Deyirsən ki, Cəə Muhammed, Muhammed gəldi. Burada ehtimal var. Cəə xəbəru Muhammed, Muhammedin xəbəri gəldi. Özü yox. Amma sən deyəndə ki, Cəə Muhammed nəfsuhu, Muhammedin özü gəldi, ehtimal aradan qalxır, qalxmır. Allah subhanahu ta'ala buyurur ki, وَكَلَّمَ اللّٰهُ مُوسَى تَكْلِيمًا Allah Musa ilə sözlə danışdı. Məf'ulül mutlaqdır və mənanı qüvvətləndirir. Ona görə bidət əhlindən birisi gəlib, o 17, Qur'anın 7 qirayət imamlarından birisinə, səhv edirəmsə, Abu Amra deyir ki, Mu'təzilədən birisi olur, Abu Amrın qılığına girmək istəyir. Deyir, nə olar ki, bu ayəni bəlkə belə oxuyasan. وَكَلَّمَ اللّٰهُ yox, وَكَلَّمَ اللّٰهَ Musa. Yəni, Allah وَكَلَّمَ اللّٰهُ mərfuda yox. Çünki وَكَلَّمَ اللّٰهُ olanda fail Allahdır. Yəni, danışan Allahdır. وَكَلَّمَ اللّٰهَ onda məf'ul Allah olur. Yəni, mənası Musa Allah ilə danışdı. Yəni, وَكَلَّمَ اللّٰهُ yox, وَكَلَّمَ اللّٰهَ. Yəni, bir dənə hərəkəni belə oxusan, ayənin mənası bu olacaq ki, Musa Allah ilə danışdı. İmam da deyir ki, Abu Amr, rahiməhullah, deyir, tutalım ki, bu ayəni belə oxudum ki, وَكَلَّمَ اللّٰهَ Musa, Musa Allahla danışdı. Bəs o biri ayəni nə edəcəyik ki, وَلَمَّا جَاءَ مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ Musa təyin etdiyimiz yerə gəldikdə Rəbbi onunla danışdı. Bəs bu ayəni necə edəcəyik? Aydındır? Yəni, bu ayəni belə oxusaq. Və həmçinin dəlillərdən fikir verin, Şeyxülislam İbn Teymiyyə rahimehullah bunu zikr edir.
Təsəvvür edin bir anlıq, Allah subhanahu wa ta'ala havada bu kəlamı yaradıb və Allahın yaratdığı bu kəlamı, bu məxluqu, çünki yaradıbsa o nədir? Məxluqdur. Musa eşidir. Musa aleyhissalam həmin kəlamı eşidəndə o kəlam nə deyir? Allah subhanahu ta'ala buyurur. Ən Allah, mən Allaham. La ilahə illə ənə. Məndən başqa ilah yoxdur. Fə'budni, mənə ibadət et. Və əqimis salətə li zikri. Məni xatırlamaq üçün namaz qıl. Yəni, məxluq deyir ki, mən Allaham. Yəni, subhanallah, görün, küfür dalınca küfür. Yəni, sən etiqad edirsən ki, Allahın yaratdığı bu kəlam məxluqdur və həmin məxluq Musaya deyir ki, mən Allaham. Oxuduğum ayə idi. La ilahə illə ənə. Məndən başqa ilah yoxdur. Fə'budni. Mənə ibadət et. Yəni, məxluq Musaya deyir ki, mənə ibadət et. Və əqimis salətə li zikri. Çünki bidət əhli deyir ki, orada danışan o kəlam həqiqi olaraq Allahın kəlamı deyil. Yəni, məxluq deyir ki, mən Allaham və mənə ibadət et. Fikir verin. Ona görə sələflərdən birisi deyir ki, və bununla da tamamlayacağım, çox yormayayım sizi, çünki mövzu genişdir, olsun mövzudur. Deyir ki, mən zəəmə ənəllaha əzzə və cəllə la yətəkəlləm fə innəhu ya'budul əsnəm. Kim iddia etsə ki, desə ki, Allah danışmır, o adam bütlərə ibadət edən kəsdir. Bütə ibadət edənlə onun arasında fərqi yoxdur. Hələ bundan qabaq bir şey deyim. Yəni, təsəvvür et, bir Rəbbə iman edirsən və etiqad edirsən ki, o danışmır. O danışmaqdan acizdir. Onların bunu deməsinə səbəb nə olub? Onlar deyiblər ki, biz desək ki, Allah danışır, xaliqi məxluqa bənzətmiş olacaq. Çünki danışmaq elə bir şeydir ki, səs telləri, hərif, filan, peşməkan. Subhanallah. Sən artıq belə deməyinlə, belə etiqad etməyinlə xaliqi məxluqa bənzətdin. Ona görə Şeyxülislam deyir ki, elə bir sifət inkarçısı, bidətçi yoxdur ki, Allahın bir sifətini inkar etməmişdən qabaq zehnində xaliqi məxluqa bənzətməsin. Birinci zehnində bənzədir. Deyir ki, desəm ki, Allahın əli məxluqun əli kimi bənzədir, sonra deyir, yox, demirəm, Allahın əli var. Özü zehnində bənzədir, sonra inkar edir. Ona görə bənzətməmiş inkar edə bilmir. Ona görə Allahın ad və sifətlərini inkar edənlərin özləri əslində zehinlərində nədirlər? Müşəbbihə. Xaliqi məxluqa bənzədənlər. Yəni biz təsəvvür edin, ayələr var Quranda. Allah subhanahu wa ta'ala qiyamət günü əzaların danışığından bəhs edir. İnsanın dərisi danışacaq. İnsanın öz əleyhinə şəhadət verəcək. Sən hansı səs telindən, boğaz, hərflər, hərflərin məxrəcləri dəridən söhbət gedir. Qiyamət günü insanın dərisi insanla danışacaq ya danışmayacaq. İnsan özü təəccüblənəcək. Və deyəcək ki, hər şeyi danışdıran bizi danışdırdı. Bəs bu necə olacaq? Əgər bu məxluqda mümkündürsə və keyfiyyətini bilmədiyimiz halda buna etiqad edirik, bunu isbat edirik, bəs xaliq necə? Ona görə yadıma gəlir, çoxdanın hadisəsidir, bir 10 il bundan qabaq Allahın ad və sifətləri barəsində bidət əhlindən biri ilə söhbət edəndə orada mövzu Allahın əli, Allahın ərşə istavası, yəni bu sifətlər barədə idi. Nəysə, söhbətin məğzi bu oldu ki, o dedi ki, yəni biz desək ki, Allahın əli var, qulun da əli var, onda deməli biz nə edəcəyik? Məxluqu xaliqə bənzətmiş olacaq. Bunun bu şübhəsini iptal etməkdən ötürü, aradan qaldırmaqdan ötürü indi buna sual verirəm. Deyirəm, mənə cavab ver. Allah eşidir. Deyir, bəli. İndi mən demək istəyirəm ki, bu desin ki, bəli, mən də deyim ki, insan da eşidir. İnsan da eşidir. İndi insan eşidir deyənə biz deyək ki, Allah eşitmir. Hətta bənzətmədən qaçmaq üçün. Həmin məqamda indi buna sual verirəm. Deyirəm, Allah eşidir. Deyir, bəli. Görür. Deyir, bəli. Deyirəm, Allah danışır. Deyir, burada dur. Necə? Subhanallah.
Bəs eşidir, görür deyəndə nə üçün sual vermədin ki? Necə? Yəni aralarında heç bir fərq yoxdur. Yəni təsəvvür et, bir müsəlman bir Rəbbə inanır və etiqad edir ki, inandığı o Rəbb danışmır. Danışmaqdan acizdir. Ona görə sələflər deyərdilər ki, mən zə'mə ənəlləhə lə yətəkəlləm, o kəs ki, kimsə iddia etsə ki, Allah danışmır və innəhu ya'budul əsnəm. O, bütlərə ibadət edən kəs kimidir. Nə üçün bilirsiniz? Allah subhanahu və teala bu ayəsinə görə. Uca Allah buyurur. İbrahim əleyhissalam öz qövmünün bütlərini, qövmünün xəbəri olmadan dağıldanda, sındıranda böyük bir bütü saxlayır. Və baltanı da qoyur o bütün üstünə və qövmü gəlib Musaya deyəndə ki, əntə fəaltə həzə bi əlihətinə ya İbrahim. Ey İbrahim, bizim ilahlarımıza bunu sən mi etdin? İbrahim əleyhissalam nə deyir? Qal, dedi ki, bəl fəaləhu kəbiruhum həzə. Əksinə, bunu onların böyüyü, yəni o böyük büt edib. Fəsəluhum, onlardan soruşun. İn kənu yantiqun, əgər danışa bilirlərsə. Fikir verin. İbrahim əleyhissalam deyir, əgər danışa bilirlərsə, əgər danışmağa qadirdilərsə, qoy cavab versinlər, onlardan soruşun. Və onlar da deyirlər ki, İbrahim, sən bizə ələ salırsan. Axı, sən bilirsən ki, onlar danışmırlar. Yəni, görün, bu vəsfi həmin bidət əhli gətirib Allah Azza və Cəlləyə verir. Hansı ki, Allah Azza və Cəllə və onun rəsulları bidət əhlinin qabağına, daha doğrusu şirk əhlinin qabağına bu dəlillərlə çıxırdılar. Ki, əgər doğru danışansansa, o bütlərin özlərindən soruşun. İnkanu yantiqun. Əgər danışa bilirlərsə. Ona görə sələflər deyərdilər ki, o kəs ki, iddia etsə ki, Allah danışmır, Allahın danışmadığını iddia etsə, o eyni ilə bütə ibadət edənlər kimidir. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və səhbihi və səlləm.